Salam değerli izleyiciler. Bugün ben sizlere OTK'nın 26 oktyabr 2025 yıl tarixinde keçirmiş olduğu birinci gruplar için təşkil etmiş olduğu sınav imtahanından riyaziyyat suallarının izahını vereceğim. Keçək ilk sualımıza. İlk sualda deyilir ki 32'den kiçik 3'e bölünən NATO ədədləri çoxluğu üçün hansı təkliflər doğrudur? İlk önce biz 32'den kiçik 3'e bölünən NATO ədədləri qeyd etsək, bu ədədlərimiz 3, 6, 9, 12, 15, 18, 21, 24, 27 və 30 olar. Bu ədədlər üçün ədədi orta axtarılır. Bildiyimiz kimi ədədi orta verilmiş ədədlərin cəminin onların sayına olan nisbətidir. Yəni 3, 6, 9, 12, 15, 18, 21, 24, 27 və 30 ədədlərini götürüb toplayıb saylarına bölsək, onda ədədi ortanı tapmış olarıq. Süətdə verilmiş ədədləri topladığımızda 165 alınacaq. 165'i götürüb biz 10'a böləndə 16,5 alınacaqdır. Ədədi ortası 18 veribdir. Biz isə buradan 18 yox 16,5 almış. Demək 16,5 18'den fərqlidir. Ona görə də birinci şərt səhvdir, doğru verilməmişdir. Modası yoxdur deyir. Moda sözünün mənası ədədi ardıcıllıqda ədədlərin düzülmüş formasında ən çox təkrarlanması deməkdir. Gördüyümüz kimi buradakı ədədlərin hərəsi bir dəfə verilib. Demək ki, eyni saydadır. Demək burada modadan söhbət gedə bilməz. Modası əlbəttə ki, yox olacaqdır. Demək ikinci şərti doğru kimi qəbul edəcəyik biz. Median ədəd ortasına bərabərdir. Median ədədlərin kiçikdən böyüyə doğru düzülüşü zamanı ortada gələn ədədə deyilir. Ədədlər cüt saydadırsa, bu zaman 2 çıxıb 2'ye bölmək lazımdır. Bizdə 10 dənə ədəd var. 2 çıxdığımızda 8 qalır. 8'i də 2'ye böldü 4 düşür. Yəni o deməkdir ki, əvvəldən 4 dənəsini atırıb, sondan da 4 dənəsini atırıb, ortadakı ədədlərin ədədi ortası median kimi götürülür. Belə ki, 15 üstə gəl 18 bölü 2, burada cavabımız 16,5 alınacaqdır. Və şərtdə deyir ki, medianın ədədi ortasına bərabərdir. Bəli, biz ədədi ortanı 16,5 tapmışdıq. Median da 16,5'dir. Demək düzgün cavab olacaqdır burada. 3'də doğru olduğu üçün 2 və 3. Keçək növbəti sualımıza. Növbəti sualda ABC üçbucağında bizə bir üçbucaq götürək. Yazaq A, B, C üçbucağı. Bizə deyir ki, ABC bucağı ən böyük bucaqdır. Yəni bu bucaq ən böyükdür. Tərəflərə görə də buranı 5, buranı 7 verib, burada olsun x. Üçbucaq bərabərlisinə görə x kiçik olmalıdır. 5 üstə gəlsin 7'dən. Böyük olmalıdır. 7 çıxılsın 5'dən. Yəni x kiçikdir 12'dən, böyükdür 2'dən. Şərtimizə görə isə ABC bucağı ən böyükdür. Üçbucağın tərəfi ilə bucaq arasındakı əlaqə qaydasına görə böyük bucağın qarşısında duran tərəfimiz daha böyükdür. Yəni x böyükdür 7'dən, o da böyükdür 5'dən. Bizə burada lazım olan isə x'in 7'dən böyük olmasıdır. Ədəd oxunda təsvir zamanı 2, 12 arasında olduğu görünür x'in. Bir də ki, digər şərtdən əldə edirik ki, x 7'dən böyükdür. Yəni 7'dən bir də böyüklər. Bunların kəsişməsi gördüyümüz kimi 7 və 12 arasındadır. Demək yekunda x kiçikdir 12'dən, böyükdür 7 olması lazımdır. Və buradakı tam qiymətlərin cəmini istəyir. 8, 9, 10 və 11. Bunları topladığımızda 38 alınır. 38 cavabı da bizə verilibdir B variantında. Keçirik növbəti sualımız 3-cü suala. 3 nömrəli sualımız bucaqlara aid verilib. AOB bucağı 140 dərəcədir. AOC və COB-nin nisbəti 3'ün 4'dədir. Onda mən bura 3x götürsəm, bunun bütövi olmalıdır 4x. Və şərtə görə OD şüası tənböləndir. COB-nin tənböləndir. Tənböləndə çıxdığı bucağı yarıya bölürdü. Yəni 4x'in yarısı bura düşəndə, yarısı bura düşəcək. Ümumilikdə bucaq 7x idi və 7x 140'a bərabər idi. Demək x'in qiyməti nə qədər olurdu? 20 dərəcə. Və bizdən istədiyi AOD-nin dərəcə ölçüsüdür. AOD də buradır.
Buradaki qalan x-lerimizin sayı 5x-dir. Demək 5 vur 20 alınacaqdır 100 dərəcə. Demək düzgün cavab olmalıdır C variantı. Növbəti sualımız 4 nömrəli sual belədir. A çıxıb B-ni 5 verib. A kvadrat üstəgəl B kvadratının qiyməti 43-dür. Biz bunu yaza bilərik. A çıxıb B-nin mötərizə kvadratı üstəgəl 2AB şəklində. Bu 43-ə bərabərdir. Fərqin qiymətini yerinə yazsaq qalanlar 25 üstəgəl 2AB bərabərdir 43-ə. 2AB bərabərdir 18-ə. AB-nin də qiymətini tapırıq ki 9-dur. Və digər ifadədən A üstəgəlsin B-nin mötərizə kvadratından biz belə bir şərt yaza bilərik ki, A çıxılsın B-nin mötərizə kvadratı üstəgəlsin 4AB. Bu da köməkçi müxtəsər vurma üsuluna görə. Bu ifadədə A çıxılsın B-nin qiyməti 5-dir, olacaq 5-in kvadratı. Üstəgəl 4 vurulsun AB hasildə 9-dur. Yəni 25 üstəgəl 36 alınar 61. Bu da verilibdir E variantında. 5-ci sual rasional kəsirlər bölməsinə aiddir. Kəsir üstətindən x-i ortaq vuraq kimi çıxarsaq kənara 5x üstəgəl y üstəgəl 1 olar. Kəsir məxrəzindən isə y-i ortaq vuraq kimi çıxardanda y üstəgəl 5x üstəgəlsin 1 olar. Kəsirin sürət və məxrəzində eyni olan çox ədlər ixtisar getdikdən sonra x-in y-ə nisbəti qalır ki, bu da verilibdir A variantında. 6 nömrəli sual tənasüb qaydasına aiddir. Tənasübün kənar ədlərinin hasili orta ədlərin hasilinə bərabərdir. Yəni 0-dan dövrdə 7 yerinə 9-da 7 yaza bilərik. Vurulsun 2,7-də 4. Düzgün olmayan kəsrə çevirdiyimizdə 7-də 18 eləyər. Bu da x vurulsun 1,3-də 2-də yaza bilərik 3-də 5 şəklində. İxtisarlar aparsaq. Demək 3-də 5x bərabərdir 2 alınır. X də bərabərdir 2 vurulsun 5-də 3 alınır. Yəni 5-də 6. Bu da bizə verər 1,2. Cavab olacaq A variantı. 7 nömrəli sual ədədin standart şəklinə aiddir. A ədədini 24 vur 10 üstü 20 kimi verdilər. Standart şəkildə ədədlər A vurulsun 10 üstü n idi. Unutmayaq ki, burada A-nın qiyməti 10-dan kiçik, 1-ə bərabər və 1-dən böyük idi. N isə istənilən tam ədəd ola bilərdi. Şərtimizə görə qiymətli hissənin qiyməti 24 verilmiş aralığa daxil deyil. Ona görə də biz bunu 10 dəfə kiçildəndə tərtib belə olacaqdır. 10 üstündə 20 plus 1 qədər olacaq. Çünki bu əslində bizdə belə olur. 2,4 vur 10 üstü 1 vur 10 üstü 21. Bunu da yaza bilərik. 2,4 vur 10 üstündə 20'dir daha doğrusu. Burada indi olacaq 21. B-nin də qiyməti 5000 verilib. 5000-də 5 vurulsun 10 üstü 3 kimi yaza bilərik. Və buradan A ilə B-nin hasilindən söhbət gedir. 2,4 vur 10 üstündə 21. Vurulsun 5 vurulsun 10 üstündə 3. Alınacaqdır 12 vur 10 üstündə 24. 12 ədədi qiyməti sənin şərtini ödəmir. Ona görə də 1,2 vur 10 üstündə 1 vur 10 üstü 24 olur. Bu derecədə 1,2 vurulsun 10 üstündə 25. Artıq qiymətli hissəmiz bizdə 1,2'dir. Tərtib isə bizdə 25'dir. Bunların da cəmini istəyir bizdən. 1,2 üstəgəl 25 alınacaqdır. 26,2. Demək cavab olmalıdır. 26,2. 8 nömrəli sualı isə belə yaza bilərik. 5 kök altında 32x kubunun kök ala bilmədiyimiz üçün biz bunu belə yaza bilərik ki 16x kvadrat vur 2x şəklində yaza bilərik. 18x kubunda 9x kvadratı vurulsun 2x şəklində yaza bilərik. Bunu da yaza bilərik 25x kvadratı vurulsun 2x şəklində. 16x kvadratından 4x çıxar. 5'ə vurulan derecədir 20x kök altda 2x. Buradan alacaq 3x kök altda 2x çıxılsın. Buradan da alınacaqdır 5x kök altda 2x. 20x kökdə 2x'in üzərinə 3x kökdə 2x gələndə 23x kökdə 2x eləyir. Biz buradan da 5x kökdə 2x'e çıxdıqda qalacaqdır 18x kök altı 2x. Bu da verilibdir bizdə
A variantında. 9 nömrəli sual çoxluqlar bölməsinə aiddir. A çoxluğunun limitlərinin sayı 36, B'də 39, A çıxı B'də 18-dirsə, B çıxısının A'dakı elementlərin sayını istəyir. Eğer Venn diaqramı çəksək, rahat görünəcəkdir ki, A çıxısının B'də 18 element var, A çoxluğunda 36 olduğu üçün kəsişmə 18 element düşür. B çoxluğunda 39-dur, kəsişmə də 18 verilibsə, demək ki, digər tərəfə 21 qalır. Bu da bizdə onsuz da elə B çıxısının A deməkdir və buradakı elementlərin sayı neçədir? 21-dir. Düzgün cavab olacaqdır 21. 10 nömrəli suala keçiririk. Bir ədisinin qüvvəti əmsalını neçə dəfə böyükdür? Bunu tapmaq üçün ilk öncə misalı 3-də 10. A üstü 8, B üstü 5 qüvvəti 4 kimi saxlayaq. Digərini də 10-da 3, A, B-nin kubu qüvvətdə 5 kimi saxlayaq. Hasilin qüvvətə yüksəldilməsi və qüvvətin qüvvətə yüksəldilməsindən eyni anda istifadə etsək, biz belə görə bilərik ki, 10 üstü 4 böl 3 üstü 4, vur A üstündə 32, vur B üstündə 20, vur olsun 3 üstü 5 bölünsün 10 üstü 5, vur A üstündə 5, vur B üstündə 15 şəklində yaza bilərik. Buradan 10 üstü 4 böl 3 üstü 4, vur 3 üstü 5 bölünsün 10 üstü 5, vur olsun A üstündə 32, burada 5 burada elədi 37, B üstündə 20, burada 15 burada elədi 35. Mümkün ixtisaları aparsaq, bu şəkildə qalacaqdır 10-da 3, A üstü 37, B üstü 35. Artıq oldu bu bir ədli standart şəkildə. Bir ədlinin qüvvəti əmsalı neçə dəfə böyükdür deyir. Demək yazaq əmsalı. Əmsalı 13-dür. Qüvvəti də ki, dəyişənlərin natural üstü qüvvətlərin cəmi idi. 37-nin 35-in cəmi. Bu da olacaqdır 72. İndi 72 14-dən neçə dəfə böyük olduğunu tapmaq üçün 72-ni 14-ə böldük. Yəni 72-ni vururuq 3-də 10-a. Bunu da hesaplamasını aparanda 24. 24 vurulsun 10 da alınacaqdır 240. Demək düzgün cavab olmalıdır 240. Bu da verilibdir A variantında. Növbəti sual 11-ci sualdır. Adi kəsrlər bölməsinə aid verilib. Burada qarışıq ədədlərin vurulma əməli və qarışıq ədədlərin çıxılmasından söhbət gedir. Biz bu misalı belə yaza bilərik. Qarışıq ədədləri vurarkən birlikdə düzgün olmayan kəsrə keçiş etmək lazımdır. Alınacaq 3-də 7 vurulsun 7-də 16. 16 yox 30. Belə 4 və 7-dən 28 üstünə 2 gələndə 30. Çıxılsın. Buradan da mənfini mörtəzə xaricini çıxartdığımızda 3 tam 38-də 25, üstə gəlsin 4 tam 38-də 33 şəklində yaza bilərik. İxtisarlar getdikdən sonra sadəcə burada 10 qalır. Çıxılsın 7 tam 38-də 58 alınır. Natural ədəddən qarışıq ədəd çıxmaq üçün natural ədədi qarışıq ədəd şəklində yazmaq lazımdır. Belə ki, bunu yazarıq 9 tam 38-də 38. Çıxılsın. Qarışıq ədədin kəsr hissəsi düzgün olmayan kəsirdirsə, bunu yenidən qarışıq ədədə çevirib tam hissəsini əlavə etmək lazımdır. Yəni 38-də 58 1 tam 38-də 20-dir. 7 əlavə ediləndə 8 tam 38-də 20 olacaqdır. Və burada qarışıq ədədləri çıxarkən 1 tam 38-də 18 alınacaq. Kəsirin üstü və məxrəci 2-yə bölündüyü üçün 1 tam 19-da 9 kimi qalacaqdır. Düzgün cavab olmalıdır B variantı. Hasili 72 olan 2 natural ədədin cəmi mümkün olan ən kiçik qiymət tapın. Cəmin ən kiçik olması üçün vuruqlar bir-birlərinə yaxın olmalıdır. Hasili 72 ədədlərin ən yaxın versiyası 8-dən 9-dur. Bu zaman 8-dən 9-un cəmi 17 eləyər ki, düzgün cavabı da A variantında görə bilərik. 13 nömrəli sualda ədədləri müqayisə edin. Bu tipli ədədləri müqayisə etmək üçün ya əsasları eyni olması lazımdır. Əsaslar eyni olanda qüvvəti böyük olan böyük, kiçik olan kiçikdir. Ya da ki, qüvvətləri bərabərləşdirdikdən sonra əsası böyük olanı böyük, kiçik olanı kiçik götürmək lazımdır. İndi burada əsaslar müxtəlif olduğu üçün biz qüvvətləri bərabərləşdirməyə çalışacağıq. Bunun üçün nə edək? A bərabərdir. 3 üstündə 100 vermişdilər. Biz bunu yaza bilərik ki, 3 üstündə 2 qüvvətdə 50 kimi yaza bilərik. Yəni 9-un qüvvəti 50. B-ni yaza bilərik. 2 üstü 150 vermişdilər. 2 üstü 3 qüvvətdə 50 yaza bilərik. Alınar 8-in qüvvətində 50. C-ni də bizə veribdə 49-un üstü 25.
Bunu yazarıq 7'nin kvadratı qüvvətdə 25. Bu da 7 üstü 50 deməkdir. Gördüyümüz kimi artıq qüvvətlər burada bərabərdir. Hansının əsası böyükdürsə o böyük, kiçikdirsə kiçik götürülür. Demək C kiçikdir B-dən, bu da kiçikdir A-dan. Bu da verilibdir E variantında. 14 nömrəli sualdayıq. 14 nömrəli sualda ifadənin qiyməti hesablamaq tapşırılır. Diqqətlə baxsaq görək ki, A kvadratı 6 və 9 birləşəndə tam kvadrat yaradır. Yəni A kvadrat üstəgəl 6, üstəgəlsin 9-u saxlayıb çıx B kvadratı götürə bilərik. Biz bu ifadənin yerini yaza bilərik. A üstəgəl 3-ün mötərizə kvadratı çıx B-nin kvadratı. Bu ifadədə kvadratlar fərqi var. Ona görə A üstəgəl 3 çıx B və bir də A üstəgəlsin 3, üstəgəlsin B şəklində yaza bilərik. Buna biraz sadələşdirsək, A çıxılsın B üstəgəl 3 vurulsun, bir də A üstəgəlsin B üstəgəlsin 3 şəklində yazmaq olar. Biz bir dəfə A çıxılsın B-ni tapaq, bir dəfə də A üstəgəlsin B-ni tapaq. A çıx B-ni tapdığımızda 60 tam 4'də 3 çıxılsın 36 tam 4'də 1. Buradan alınacaqdır 23 tam 4'də 2. Yəni 23 tam 2'də 1. Eləyər 2'də 47. Bir daha üstəgəl B-ni tapaq. 60 tam 4'də 3 üstəgəl 36 tam 4'də 1. Alınacaq 96 tam 4'də 4. Yəni 97. Gətirib ifadədə yerini yaza bilərik. A çıxılsın B-ni yerinə bu ifadəni yazdığımızda 47'ni də 2 yerə böldüyümüzdə nə qədər düşər? Bunu təyin edək buradan. 23 onda 5. Yazıram 23 tam onda 5 üstəgəl 3 vurulsun. A üstəgəlsin B-ni də yerinə 97 yazacaq. 97 üstəgəlsin 3. 23 tam onda 5'in üstünə 3 gəldiyimizdə 26 onda 5 vurulsun 100 olur. Bu da 2650 deməkdir. 2650 cavabı da verilibdir B variantında. 15 nömrəli sualda düzbucaq düşbucaqdan sual düşüb. Düzbucaq düşbucaq şəklini çəksək. C bucağı buradadır. A burada, B də burada. AC-ni 4 verib, BC 8'dir. Biz AB-ni tapa bilərik. Pifagor teoreminə görə ki, kök hatta 4'ün kvadratı üstəgəl 8'in kvadratı. Kökdə eşitad eləyər. Kökdə eşitadda biz yaza bilərik 4 kökdə 5 kimi. Demək burada olacaqdır 4 kökdə 5. A bucağının tangensi alfa kimi götürüb, buranda B kimi götürsək, onda biz yaza bilərik ki, tangens alfanın kosinus betli olan nisbətinə. Alfa bucağının tangensi qarşı katetin bitişik katetə nisbətidir, yəni 8'in 4'ə nisbətidir. Beta bucağının kosinusu isə bitişik katetin hipotenuza nisbətidir, yəni 8'in 4 kökdə 5'ə olan nisbətidir. Biz bunu belə yaza bilərik ki, 8'in 4'ə nisbəti vurulsun 4 kökdə 5 bölünsün 8'dir. 8'lər gedər, 4'lər gedəndən sonra qalar kökdə 5. Demək bunun cavabı olmalıdır kökdə 5. 16 nömrəli sualda isə üçbucağın tən böləndən istifadə edəcəyik. Belə ki, MN-in qiymətini 12, NK-nın qiymətini 18 veribdilər. MK bizdə 20'dir və MP istəyir. MP-yə X götürsək, bura olacaq onda 20 çıxılsın X və tənbələnin xassəsinə görə uyğun tərəflərin nisbətləri bərabərdir. Yəni 12'nin X-ə nisbəti 18'in də 20 çıxılsın X-ə nisbətdir. Buradan anılır ki, 240 çıxılsın 12X bərabərdir 18X-dir. 30X bərabərdir 240'dır. X də bərabərdir 8'dir. Biz X'e MP demişdik. Demək cavabı olacaqdır 8 E variantında. Növbəti sualımız bizdə olacaqdır 17-ci sual. 17 nömrəli sualda ədədin verilmiş ədədlərlə tərs mütənsizə bölünməsindən düşüb. Qaydaya görə ədədi verilmiş ədədlərlə tərs mütənsizə bölmək üçün bu ədədi sizə göstərilmiş ədədlərin tərsi ilə düz mütənsizə bölmək lazımdır. Yəni 3'də 1 X üstəgəl 4'də 1 X 3'ə eşitdırsa, hər tərəfi 3, 4, 6, 2 obuna vursaq, yəni 12'yə vursaq, 3'ə eşitdat vur 12 kimi yazılar. Buradan alınacaqdır bizdə 9X bərabərdir 100'ə eşitdat vur 12'dir. Hər tərəfi 9'a ixtisar etsək, X'in qiyməti 240 olar.
Ədədlə ən kiçiyini istəyirsə, hissələrin məxrəci ən böyük olana vurmaq lazımdır. Yəni 6/1-ə vurmaq lazımdır. Bu da cavab olacaqdır 40. Digər hissələrə vurduğumuzda isə 3/1 vurulsun 240 götürsək 80 olar. 4/1 vurulsun 240 götürsək 60 olar. Əlbəttə ki, ən kiçiyini istəyirsə cavab olacaqdır 40. Bu da verilibdir B variantında. Ədədin kəsr hissəsi belə tapılırdı. Ədəd bildiyimiz kimi tam və kəsr hissənin cəm şəklində yazılırdı. Kəsr hissəni tapmaqdan ötürü isə ədəddən çıxmaq lazım idi tam hissəni. 2025 çıxılsın kök altda 130 ədədinin kəsr hissəsini istəyir. Əgər kökün qarşısı mənfidirsə, kökün altındakı ədəddən böyük kök çıxan ədəd götürmək lazımdır. Yəni 144 götürsəm, oradan çıxacaq 12. Bu 12-ni artıq gətirib bu natural ədədin yerinə yazsaq, kəsr hissəni tapmış oluruq. Kəsr hissə onda olacaqdır 12 çıx kökdə 130. Bu da bizə verilibdir A variantında. Növbəti sualımız belədir. Həqiqi ədədi üçün ifadənin ən böyük qiymətini tapın. 43-də nəsə çıxıblar, deyir ən böyük tapın. Əlbəttə ki, istəyərdik ki, bu 0 olsun. 0 olsa 43-dən 0 çıxanda 43 qalardı. Amma bu 0 ola bilmir. Niyə? Çünki A kvadrat üstəgəlsin 2 müsbət ədəddir. Müsbət ədəddə 0 ola bilməz. Yəni bu yazılışa görə. Ona görə də bu tip misalları yazarkən dəyişənin sadəcə 0 qəbul edirik və hesablama aparırıq. 43 çıxılsın 0 üstəgəl 2 mötərizə kub, yəni 43 çıxılsın 8 edər 35. Demək, bu ifadənin ola biləcəyi ən böyük qiymət 35 ola bilər. Növbəti sualımız belədir. 8-ə böldükdə qalıqda 6, 12-ə böldükdə qalıqda 10, 18-ə böldükdə isə qalıqda 16-nın ən kiçik natural ədədinin rəqəmləri cəmini tapın. Düşünək ki, ədəd A ədədidir. 6-ya bölmüşük, x düşüb qalıqda, 8-ə bölmüşük, x düşüb qalıqda 6 qalıb. Bu zaman ədəd belə olacaqdır, 8x üstəgəl 6 şəklində. Ola bilər ki, bu ədəd, A ədədi 12-yə bölmüşük, k düşüb, qalıqda 10 qalıb. Bu zaman həmin ədəd 12 vur k üstəgəl qalıq götürüləcək. Bir də şərtdə veribdir ki, həmin ədədi 18-ə böldükdə qalıqda 16 alınır. Deyək ki, 18-ə bölmüşəm, y düşüb, qalıqda 16 qalıb. Demək, bu ədədi tapmaq üçün 18y üstəgəl 16 götürə bilərik. Söhbət eyni ədəddən getdiyi üçün biz yaza bilərik ki, A bərabərdir. 8x üstəgəl 6 bərabərdir bu da. 12k üstəgəl 10 bu da bərabərdir. 18y üstəgəl 16. Hər tərəfi 2 əlavə etsək, görün nə baş verəcək. O zaman A üstəgəlsin 2 bərabərdir. 8x üstəgəl 8 olacaq. 12k üstəgəl 12 olacaq. 18y üstəgəl 18 olacaq. Buradan da yaza bilərəm ki, A üstəgəlsin 2-nin qiyməti bərabərdir. 8 vur x üstəgəl 1. 12 vur k üstəgəl 1. 18 vurulsun y üstəgəlsin 1 şəklində olar. Artıq bunların bərabər olması üçün 8, 12 və 18-in əkobu götürülməsi lazımdır. Yəni buradan anlar ki, A üstəgəlsin 2-nin qiyməti əkob 8, 12, 18-dir. 8, 12 və 18-in əkobu isə 72 olar. 72 8-ə də bölünür, 12-yə də bölünür, 18-ə də bölünür. Yəni buradan anlar ki, A üstəgəli 2 72-dirsə, demək A-nın qiyməti 70-dir. Demək, ala biləcək ən kiçik qiyməti 70-dir. Bunun da ən kiçik natural ədədin rəqəmlərin cəmini istəyir. Buradakı rəqəmlər 7 ilə 0 olduğu üçün toplayanda 7 alınacaq. Demək, düzgün cavab olmalıdır 7. Bu da variantında verilib. İştiqlənmiş hissə uyğun ifadəni istəyir. Bildiyimiz kimi bu iştiqlənmiş hissə A çıxılsın B-ni göstərir. Bu isə B ilə C-nin kəsişməsini göstərir. Söhbət bir ifadədən getdiyi üçün bunlar ayrı-ayrılıqda bir yerə gələndə isə birləşmiş şəkildə görünür. Bu da verilibdir E variantında. 2% duz məhlulundakı suyun 40 qram buxarlandıqdan sonra duzluluğu 2,5% oldu. Məhludakı duzun kütləsini tapın. Demək, qutu formasından gedək. Deyək ki, məhlumuz x-dir. Bu neçə faizdir? 2%dir. Buradan 40 qram
Su buxarlanır. Suyun faizi bildiyimiz kimi hər zaman 0% qəbul edilir. Buxarlanan sonra kütlə azalır. Olur 2 çıxılsın 40, amma faizi 2,5 olur. Qutunun üstünün içərisinə vursaq, bu 0 olacağı üçün mənası yoxdur. 2x bərabərdir. 2,5x çıxılsın 100'dür. Buradan 0,5x bərabərdir 100'dürsə, x bərabərdir 200'dür. Demək, ümumi məhlul 200 imiş. Və bunun da məhluldakı duzun kütləsini istəyir. 2% duzuydu. 200'ün 2%'ni tapmaq üçün 2'yə vurub 100'ə böləndə cavab 4% qalır ki, 4 qram qalır ki, daha doğrusu 4% yox, 4 qram qalır. Bu da verilibdir bizdə A variantında. Növbəti sualımız 23-cü sualdır. İfadəsinin qiymətini tapın deyə soruşur. Bunu yazmaq üçün biz belə bir üsuldan da istifadə edə bilərik. 8 üstəgəlinsin kök altında 4 vur 6 kimi yaza bilərəm. Vurulsun. Bunu yaza bilərəm 22 çıxılsın 2 vur 4 kök altda 6 şəklində yazarım. Burada oldu 8 üstəgəlinsin 2 kökdə 6. Kök altında 22 çıxılsın 2 kök altında 4'ü kökün altına yığdığımızda 96 elədir. 96 ədədi hansı ədədlərin azı şəklindədir? 16 ilə 6'nın. Görürəm ki, 22 də 16 ilə 6'nın cəmidir. Onda bu qaydanı tətbiq eləsəm, kök altında A plus minus 2 kökdə B şərtinə görə bunun qiyməti kökdə M plus minus kökdə N olurdu. Nə vaxt belə olurdu? Onda deyək, B'nin qiyməti M vur N olanda, A'nın qiyməti M üstəgəlsin N olanda və bir də M'in qiyməti N'dən böyük olanda. Onda biz bu qaydanı tətbiq etdiyimizdə buradan 2'ni ortaq vuruq kimi çıxarsam qalar 4 üstəgəl kök 6. Digərində də olacaqdır. Kök 16 yəni 4 yaza bilərəm. Birbaşa çıxılsın kökdə 6 şəklində olar. Bu ifadə bizə kvadratlar fərqini verir. 2 vur 16 çıx 6. Yəni 2 vur 10 edər 20. Demək düzgün cavab olacaqdır burada 20. 23-cü sualda, 24-cü sualda daha doğrusu M natural ədədi 8'ə böldükdə qalıqda 5 alınır. Ədədini 8'ə böldükdə qalıqda neçə alınır? Burada bir M dəyişəni var. 8'ə böldükdə qalıqda 5 alınır. O deməkdir ki, bu M dəyişəni ilə qalığa bərabərdir. Ən kiçik qiyməti. Birlikdə M 5 olsa, 5'i 8'ə böləndə 0 düşər, qalıqda da 5 qalır. İndi M-in yerinə 5 yazsaq olacaq 25 üstəgəl 25 üstəgəl 29, yəni 79. 79'u da 8'ə bölsək 9 düşüb qalıqda nə qalar? 7 qalar. Bizə də qalan qalığı soruşur da cavab olacaqdır 7. Növbəti sualımız 25-ci sual belədir. Qammanın yerini 70 dərəcə yazıbdılar. Beta 150'dir. Bunun qonşusunu tapsam 30 olar. Alfa da bura qarşı gələr. Onda bu xassəni xatırlasanız alfa, beta və x kimi götürəndə x'in qiyməti alfa plus beta'ya bərabər idi. Onda yaza bilərik ki, alfa üstəgəlsin 30 bərabər 70 dərəcədir. Buradan da alfanın qiyməti 40 dərəcə tapılmış olar. Düzgün cavab olacaq 40 dərəcə. Boş hovuz bir boru ilə 6 saata dolur. İkinci boru ilə isə tam dolu hovuz 8 saata boşalır. Aha. Demək, bir 6 saata doldurur, digəri 8 saata boşaldır. Da boşaldır. Su ilə tam dolu hovuz. Demək, artıq dolduran funksiyası yoxdur burada. İkinci borunu açdıqda, ikinci boru açanda boşaldacaq. Neçə saat boşaldır? 2 saat. 8 saata doldurdu, 2 saata boşaldır. Demək ki, 2 8'in hansı hissəsidir? 4'də 1 hissəsidir. Demək, 2 saata bizim ikinci boru hovuzunu təsəvvür edin ki, 4'də 1'ini boşaltmış olacaqdır. Bura qədər doldur. Sonra nə baş verir? Birinci boru aktivləşir. Yəni, doldurma funksiyasını başlayır yerinə yetirməyə. İkinci boruda dayanmır, eyni anda da boşalır. Və ikisi başlayır işləməyə. İşlədikdən sonra bu 4'də 1 hissəni neçə saata doldurmuş olar? Birinci boru, əlbəttə ki, ikinci boruya təsir göstərərək. Bunun üçün nə edək? Yazaq belə. 6 saata doldurursa, demək 1 saat 6'da 1 hissəsini doldurar. Digər 8 saata boşaltsa, demək 1 saat 8'də 1 hissəsini boşaldar. Və bunlar bir yerdə 2 saat işləyəcəkdirlər və yekunda bu 4'də 1 hissəni doldurması lazımdır.
Ortaq məxrəc 24 gətirsək, 24-də 1 vur x bərabərdir 4-də 1 olur. Buradan da x-in qiyməti tapılır ki, 6-dır. Demək, cavab olmalıdır. 6. Bu qədər. 27-ci sual belədir. Uyğun tərəfləri perpendikular olan alfa beta bucaqları üçün uyğunluğu müəyyən edin. Perpendikular bucaqların xassəsi belə idi ki, ya bunlar bərabərdir, ya da ki, cəmi 180 dərəcədir. Demək, 2 ala baxmaq lazımdır. Alfanı 42 verdilərsə, demək ki, betanın qiyməti də 42 ola bilər və ya betanın qiyməti 180 dərəcə çıxılsın 42 ola bilər. Yəni 138 dərəcə ola bilər. Bunlar da bizə verilib hansı variantlarda onu təhlil edəcəyik. 42, 138, bu da D ilə E-də verilibdir. D və E variantı. İkinci şərtdən görürük ki, alfa çıxılsın betanın qiyməti 74 dərəcədir. Demək, alfa plus betanın qiyməti 180 durumda. Burada bərabərlikdən söhbət gedənməz. Çünki fərqi sıfırdan fərqlidir. Tərtəbə toplayanda 2 alfa bərabərdir 254-dür. Oradan alfa bərabərdir 127-dir. Onda betanın qiymətinə qalır 53 dərəcə. 2-yə uyğun gəldi B variantı. Üçüncüdə alfanı 136 verib. O deməkdir ki, beta da 136 ola bilər. Və ya betanın qiyməti 180 dərəcə çıxılsın 136 ola bilər. Bu da eləcə 44 dərəcə. 136 variantlarda yoxdur. Sadəcə 44 verilir. Demək ki, burada ödənəcək sadəcə 44, yəni A variantı. Növbəti sualımız 28-ci sualdır. Məhlul məsələsidir. Yine qutulardan istifadə edək. Burada söhbət 2 dənə duz məhlulu, 1 dənə də sudan gedir. Ona görə 3 dənə qutu çəkəcəm. Hər birinə əlavə etmələr var. Üstə gələk qeyd eləməliyəm və sona da bir başqa bir qutu çəkirəm. Bu formada. Kütləni içəri yazaq. Faizin üstünə yazaq. Burada 4. Burada 5. Amma burada su olduğu için bunun faizi yoxdur. Biz onun faizinin 0 olduğunu bilirik. Kütlə toplananda edər 50. Faizi də bilmirəm x-dir. Qutunun üstünün içərisinə vursaq, hər biri üçün ayrı-ayrıda görək nə alınacaqdır. Buradan alınacaqdır 160. Üstə gəlsin 100. Üstə gəl 0 bərabərdir 50x-dir. Buradan alınır 50x bərabərdir 260'dır. Sıfırları silsək 5x'in qiyməti 26'dır. X də bərabərdir 5,2'dir. Düzgün cavab olacaqdır 5,2. 29 nömrəli sual uzunluğu 72 cm olan AD parçasından söhbət gedir. B və C nöqtələri 2, 3, 4 nisbətində bölünür. Demək 2x, 3x və 4x. Bu parçanın uzunluğu 72 olduğu üçün 9x'in qiyməti 72'ye bərabər edirik. X də sapılır ki 8'dir. X 8'i demək bu artıq 16'dır. Bu 24'dür. Bu da 32'dir. AB'nin ortası və CD'nin ortası. Burada 16 pay düşəndə, burada 8 pay düşür. Buradakı məsafələri istəyir bizdən. 8, 24 və 16. Və buradan da anlayacaqdır ki 48. Demək düzgün cavab olmalıdır 48. Orta nöqtə arasındakı məsafəni istədiyi üçün. Və nihayət sonuncu sualımız burada belədir. Üçbucağın uzunluqları A və B olan iki medianı qarşılıqlı perpendikulyardır. Üçbucaqda iki median var. Uzunluğu A və B olan. Təsəvvür edək ki, biri budur, bir də budur. Və bunlar perpendikulyardır. Bu şəkildə. Bildiyimiz kimi medianlar təpədən başlayıb 2-nin 1-ə nisbətində bölünürdü. Onda A medianın uzunluğu 3'də 1 A'sı burada olanda 3'də 2 A da burada olacaq. Bu birisi B medianıdırsa 3'də 1 B buradadırsa 3'də 2 B də buradadır. Üçüncü medianın uzunluğunu istəyir bizdən. Uzunluğunun daha doğrusu A kvadrat üstə gəl B kvadratının kökdə cəminin kökü olduğunu ispat etməyimizi istəyir. Düşünək ki, üçüncü medianımız C'dir. Bu C medianı axtarılır deyək ki. Onda bura olacaqdır 3'də 1 C. Burada olacaqdır 3'də 2 C. Bu düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən median olduğu üçün hipotenuzu da yarıya bölmüş olur və hipotenuzun yarısı olur. Onda olacaqdır 3'də 1 C burada, 3'də 1 C də burada və bütün hipotenuzumuzun uzunluğu olur 3'də 2 C. Düzbucaqlı üçbucağın xassəsinə görə 3'də 2 B'nin mörtərizə kvadratı
üstə gəlsin 3-də 2 A-nın mötərizə kvadratı bərabərdir 3-də 2 C-nin mötərizə kvadratdır. Yəni 9-da 4 B kvadrat üstə gəl 9-da 4 A kvadrat bərabərdir 9-da 4 C-nin kvadratdır. Hər tərəfi 9-da 4-ə bölsək, bu zaman qalacaqlar C kvadrat bərabərdir A kvadrat üstə gəl B kvadratdır. Buradan da C-nin qiyməti kök altda A kvadrat üstə gəlsin B kvadratı olacaqdır. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun.